Narkotik təkcə onu istifadə edən insanı deyil, onun ətrafındakı bütün insanları zəhərləyir. Bir ailədə bir nəfərin narkotika qurşanması bütün ailənin həyatını dəyişir. Ana gecələr yatmır, ata ümidsizliyə qapılır, uşaqlar qorxu içində böyüyür. Narkotik asılılığı, dostluğu, sevgini, hörməti məhv edir. İnsan öz yaxınlarına yalan danışmağa, gizlətməyə, hətta onlara zərər verməyə başlayır. Ən ağrılısı isə narkotika qurşanan insan tədricən ailə üçün yad birinə çevrilir. Cəmiyyət də bu zərbədən yan keçmir. İş yerlərində məsuliyyətsizlik, küçələrdə cinayət, ailələrdə dağınıqlıq, hamısı narkotikin yaratdığı zəncirin halqalarıdır. Əslində narkotik sadəcə bir maddə deyil, sevginin, etibarın və insanlığın düşmənidir. Onunla mübarizə təkcə hüquqi yox, həm də mənəvi borcumuzdur.